Böyük rəhbər Ayətullah Xameneyi Nəhcül Bəlağə haqqında tərtib edən Muhammed Mehdi Əliqulu, çevirən M. Əzizoğlu. Giriş. Ali din rəhbər Həzrət Ayətullah Xameneyinin Nəhcül Bəlağəyə diqqəti onun bu dəyərli kitabla dərin tanışlığını göstərir. Qarşınızdakı kitabda onun çıxışlarından, bəyanatlarından, moizə və tövsiyələrindən götürülmüş fikirləri dərin tədqiqatından xəbər verir. Kitab tədqiqatçıların, tələbələrin və digər bu kitabla maraqlananların yolunu işıqlandıra bilər. Nəhcül Bəlağə ilə tanışlıq, Nəhcül Bəlağənin tarixçəsi, Nəhcül Bəlağənin İslam cəmiyyətində rolu, İslam dünyası və Nəhcül Bəlağə, Təhsil Nazirliyinin Nəhcül Bəlağənin tanıtdırılmasında rolu və sair bu topluda sizə təqdim olunan mövzulardır. Çalışmışıq ki, mövzuları ardıcıllığı, ahəngdarlığı pozulmayacaq şəkildə seçək. Amma ola bilər ki, bu kitabda bir tədqiqat əsərinin nizamı olmasın. Bu səbəbdən ehtiyac duyulduqda çıxışların tam mətninə müraciət etmənizi təklif edirik. Habelə təkrara yol verməməyə çalışsaq da, bəzi hallarda təkid üçün təkrar etməli olmuşuq. Ümid edirik ki, pedaqoqlar, təbliğatçılar, İslam maarifi fəalları, dünya müsəlmanlarının rəhbəri Həzrət Ayətullah Xameneyinin tövsiyələrindən ilham alaraq Nəhcül Bəlağənin İslam cəmiyyətində günü-gündən daha da dirçəlişi yönündə son dərəcə səy göstərəcək. Birinci fəsil. Nəhcül Bəlağə ilə tanışlıq. Öncə bacı və qardaşlarımıza Nəhcül Bəlağə haqqında qısa məlumat verməliyəm. Bildiyiniz kimi Nəhcül Bəlağə İmam Əli əleyhissalamın bizə yadigar qoyub getdiyi xütbə, məktub və aforizmlərin, qısa və hikmətli fikirlər, kəlamların məcmusudur. Şərafətli Nəhcül Bəlağə kitabı 3 hissədən ibarətdir. Xütbələr, məktublar, qısa kəlamlar. Xütbələrdə məqsəd cümə namazının xütbələri yox, bütövlükdə çıxışlar, nitqlərdir. Onların bəzisi cümə namazında söylənilən xütbələr də ola bilər. Lakin İmam Əli əleyhissalam xalqa söhbətlərində bir müəllim, bir hakim, bir İslamşünas mövqeyindən çıxış edirdi. Bu xütbələr həmin çıxışların məcmusudur. Şübhəsiz bu çıxışlar İslam təfəkkürünün ümumi xəttlərini əks etdirməklə yanaşı, günün məsələlərini, İmam Əli əleyhissalamın həyatının cari problemlərini də ehtiva edir. Nəhcül Bəlağə dünya hayküyündən kənar, bu və ya digər cəmiyyətdə mövcud gerçəkliklərdən, problemlərdən uzaq bir filosofun sözləri, İslam maarifi haqqındakı fikirləri deyil. Bu böyük bir cəmiyyəti idarə etmək məsuliyyətini üzərində hiss edən, din bilicisi, bütün İslam və Qur'an maarifini dərindən bilən, xalqla düşüncə dolu bir ürəklə, böyük ruhla, məsuliyyətli bir vəzifə ilə üz-üzə gəlib, onlarla söhbət edən, suallarına cavab verən bir şəxsiyyətin kəlamlarıdır. Nəhcül Bəlağə belə bir vəziyyətdə meydana gəlmişdir. Nəhcül Bəlağə üzərinə elə bir işıq salınmalıdır ki, siz şiələr Əli əleyhissalam ardıcılları onun nə olduğunu biləsiniz. Öz ürəyinizi yalnız Qur'anla, Nəhcül Bəlağə ilə işıqlandırsanız, bəzilərinin bizim qəflətimizdən, cəhalətimizdən istifadə edərək öz zehinlərinin məhsulunu Qur'an və Nəhcül Bəlağə adı ilə beynimizə doldurmaqlarına icazə verməməliyik. Qərb mədəniyyətinin təsiri altına düşmüş ünsürlər bu bəşəri, ictimai, tarixi və incəsənət əsərləri əvəzinə başqalarının zehninin məhsuluna, yazılarına, söylədiklərinə üz tutmamalıdırlar. Əgər biz Nəhcül Bəlağə ilə tanış olsaq, bu kitaba doğru gedən yolumuzu açsaq, kiçik daxili düşmənlərin daim bizim İslamdan uzaq qalmağımızdan, qəflətimizdən yararlanan, böyük cinayətkar düşmənlərimizin sui-istifadələrinin qarşısını almış olacağıq. Pak imamlar əleyhissalam öz qəbul etdikləri hakimiyyətlər dönəmində yaşamamışlar. Onlar anarxiya dönəmində yaşamışlar. Problemləri bir hakim olaraq dövlətin idarəçilik məsuliyyətini dilə gətirməmişlər. İmam Əli əleyhissalam isə bir İslam hakimi kimi danışır. Öz hakimiyyəti altında olan cəmiyyətlə danışır. Bu, İmam Əli əleyhissalamın Nəhcül Bəlağədə yer alan kəlamlarının böyük hissəsini təşkil edir. Təbii ki, o Həzrət əleyhissalamın kəlamları arasında hakimiyyəti dönəminə aid olmayan sözlər də olmamış deyil. Biz bugün həmin şəraitdə yer almışıq. Bizim İslami cəmiyyətimizin hazırki şəraiti həmin şəraitdir. Nəhcül Bəlağə Muhammed Səlavatullah vəhyinə ilk iman gətirənin, Peyğəmbər Səlavatıllahın xəlifəsinin kəlamıdır. Bu, bütün müsəlmanların yekdilliklə qəbul etdiyi xəlifədir. Bu, şiələrə və bir çox əhl-i sünnəyə görə səhabələrin ən üstünü olan imamdır. Yəni, bu qədər əzəmətli, əhəmiyyətli insanın çıxışları, xütbələri olduğu kimi qalmışdır. Bu, İslam maarifinin böyük və gerçək mətni ola bilər. Biz İslama inancın tam və əhatəli əsaslarını, əxlaqa, zöhdə, irfana, rəhbərliyə, siyasi ictimai sistemə özündə yer verən bu kitabda tapa bilərik. Nəhcül Bəlağə görkəmli alim Seyyid Rəzinin təlaşı ilə toplanmış məcmuədir. Şükürlər olsun ki, bu günədək tək adi xalqın yox, elm adamlarının, mütəfəkkirlərin müraciət mənbəyi, idrak ölçüsü olmuşdur. Demək olar ki, bu kitab toplandığı gündən bu günədək hazırki qədər ehtiyac duyulmamış, zaman və məkan şəraitinə uyğun olmamışdır. Nəhcül Bəlağə müxtəlif cəhətlərdən böyük əhəmiyyət kəsb edir. Demək olar ki, Nəhcül Bəlağə əsasən İslam maarifi toplusudur. Bir müsəlman insana, bir müsəlman cəmiyyətə lazım olan hər şey haqqında bir söz, bir işarə, bir bəhs, bir istiqamət Nəhcül Bəlağədə keçmişdir.
Tövhiddən, İslam etiqadlarından, dinin əsaslarından tutmuş, əxlaqa, nəfsi saflaşdırmağa aid hər şey öz əksini tapmışdır. Buraya siyasi hakimiyyət, böyük ictimai fəaliyyətləri idarə üsulu, etik münasibətlər, ailə münasibətləri, döyüş, siyasət, hikmət, elm və sair də daxildir. Fikrimcə, kitab mərhum Seyid Rəzinin diqqətini fəsahət, bəlağət, incəsənət nümunələri toplusu kimi cəlb etmişdir. Kitabın adı da həmin məqamı təsdiq edir. Xoşbəxtlikdən bugün Nəhcül Bəlağədəkindən bir neçə dəfə artıq xütbə bizim ixtiyarımızdadır. Lakin mərhum Seyid Rəzinin toplayıb ərsəyə gətirdiyi Nəhcül Bəlağə bu çıxışların, kəlamların yalnız seçilmiş bir hissəsidir. Elə isə Seyid Rəzi bu seçimi hansı əsasla aparmışdır? İctimai və ya fəlsəfi baxışlamı? Təəssüflər olsun ki, xeyr. Seyid Rəzi diqqətini daha çox incəsənət estetizminə yönəltmişdir. Məhz bu səbəbdən də kitabın adını Nəhcül Bəlağə, yəni bəlağətin gözəl nitqin yolu qoymuşdur. Halbuki İmam Əli əleyhissalam bu xutbələrdə bütün İslami məsələlər haqqında söhbət açmışdır. Nəhcül Bəlağə incəsənət baxımından fövqəladə, sözlərin gözəlliyi və bəlağət baxımından mötəbər əsərdir. Biz öz dövrümüzdə və ya digər dövrlərdə Əli əleyhissalam qədər bəlağətli, cəlbedici danışan heç bir yazıcıya, şairə rast gəlməmişik. Amma eyni halda qısaca mənanı başa salan kəlamlar da tapmaq olar. Biz nə qədər irəliyə doğru getsək, Nəhcül Bəlağənin mətni ilə nə qədər tanış olsaq, incəliklərini, gözəlliklərini də o qədər çox hiss edəcəyik. Doğrudur, Seyid Rəzi bu kitabı yalnız bəlağət imtiyazı baxımından toplamışdır. Buna baxmayaraq, məzmununa da diqqət yetirməmiş deyil. Şübhəsiz kəlamların məzmunu da onun diqqətindən yayınmayıb. Ancaq dövrünün ən böyük ərəb şairlərindən olan görkəmli fəsih Seyid Rəzi Nəhcül Bəlağəyə şaircəsinə, söz ustası kimi yanaşmışdır. O öz axtarışında gözəl kəlamları tapmağa çalışmışdır. Əlbəttə İmam Əli əleyhissalamın kəlamları gözəldir. O fəsahət baxımından ən yüksək həddə olması ilə yanaşı, ən yüksək məzmuna da malikdir. Fəsahət, bədii üslub baxımından həmin yüksəklikdə olmayan kəlamları olsa belə məzmunca ən yüksək səviyyədədir. Lakin öncə də qeyd etdiyimiz kimi Seyid Rəzi daha çox bu cəhdə diqqət yetirmişdir. Sual: siz dediniz ki, Nəhcül Bəlağə daha çox incəsənət imtiyazı baxımından toplanmışdır. Onu toplayanın xutbələri gözəlləşdirməsi üçün onlara əl vurması mümkün deyilmi? Cavab: xeyr, əsla. Çünki onları toplayan özünün bu sözlər, gözəlliklər qarşısında kiçik, aciz olduğunu görürdü. Bu ona bənzəyir ki, siz deyirsiniz. Misal üçün, hardan məlumdur ki, Hafizin divanını toplayanlar Doktor Qəni, Əllamə Qəzvini, Əbdürrəhim Xalxali onun şeirlərini gözəlləşdirmək üçün əl vurmamışlar. Halbuki Hafizin şeirləri Qəninin, Qəzvininin, Xalxalinin şeir məharətindən daha yüksəkdə durur. İmam əleyhissalam, imamın kəlamının gözəlliyi elə bir həddədir ki, Seyid Rəzi kimi görkəmli şair bu incəsənət qaynağına Nəhcül Bəlağəyə baxdıqda kiçiklik, acizlik hiss edir. Birincisi, o öz sözünü imamın sözlərinə əlavə etmək yox, imamın sözlərindən iqtibas edə, öz sözlərində yerləşdirə bilərdi ki, sözləri gözəl olsun. İkincisi, Seyid Rəzi tam mötəbər, sədaqətli insandır. Bizim onun haqqında belə bir ehtimal verməyimiz mümkün deyil. Əlbəttə ki, Seyid Rəzi bu işə başlamazdan öncə o həzrətin xutbələri, məktubları, kəlamları, hədis və tarix kitablarında pərakəndə şəkildə mövcud idi və bir yerə toplanmamışdı. Seyid Rəzidən öncə də bəziləri bu işi bu və ya digər şəkildə görmüşdülər. Amma onlar bu işi Seyid Rəzinin gördüyü şəkildə həyata keçirə bilməmişdilər. Buna görə də biz Nəhcül Bəlağəni bizə irs qoymuş o böyük alimin təşəbbüsünə, zəhmətlərinə borcluyuq. Həzrət Əbdəl-Əzim Həsəni elmi baxımdan böyük mühəddis və müəllifdir. Bizə məlum olduğu qədər o İmam Əli əleyhissalamın xutbələrini toplayan ilk şəxsdir. Bu Seyid Rəzinin Nəhcül Bəlağəni toplamasından 150 il öncə baş vermişdir. Diqqət yetirməli digər bir məqam budur ki, İmam Əli əleyhissalamın Nəhcül Bəlağədə yer alan xutbə, məktub və kəlamlarından başqa çoxlu sayda xutbələri, məktub və kəlamları müxtəlif kitablarda mövcuddur. O dövrlərdə alimlər bu irsi toplamağa çalışmış və müstədərək Nəhcül Bəlağə, yəni Nəhcül Bəlağədə olmayanlar adı altında tənzim etmişlər. Demək, bizim çox zəngin və dəyərli xəzinə olan Nəhcül Bəlağədən başqa bir neçə kitabımız da var. Bunlar haqda sonradan bütün özəllikləri ilə məlumat verəcəyik. Çünki onların bəzisi çap olunmuşdur. Sonradan sizə bu haqda məlumat verəcəyik ki, Nəhcül Bəlağə və ondan sonra qələmə alınan əsərlərlə tanış olasınız. Nəhcül Bəlağə ilə bağlı bilməniz zəruri olan digər bir məsələ budur ki, bir neçə il öncə bəziləri Nəhcül Bəlağənin mötəbər kitab olmadığını iddia edirdilər. Onların məqsədi qaranlıqdır. Bu kitabın məzmunu müxtəlif qruplaşmaların, zümrələrin, yaxud firqə mənsublarının mənafeyi üçün təhlükə yaradır. Onlar üçün ən yaxşı və ən uyğun yol bu kitabı dəyərdən, etibardan salmaqdır. Bir şəxsiyyət haqqında da belədir. İmam Əli əleyhissalam şəxsiyyətini öz şəxsi və ya
kollektiv mənafeləri üçün təhlükə hesab edənlərin o şəxsiyyəti gözdən salma cəhdləri şübhəsizdir. O Həzrət Əleyhisselamın kitabı ilə bağlı da eyni ilə bu cür davranmışdılar. Nəhcül Bəlağə həqiqətən dərin və sonsuz bir dəryadır. Hamı bu kitabı layiq olduğu şəkildə qavraya bilmir. Halbuki bu kitabın ehtiva etdiyi maarif xalqa lazımdır. İkinci fəsil. Nəhcül Bəlağənin tarixçəsi. Nəhcül Bəlağə əsərinin ərsəyə gəlməsindən təqribən 1000 il keçir. Yəni bu xutbələri, məktubları toplayan Seyyid Rəzi bu işi təqribən Hicri 400-cü ildə, yəni 3-cü əsrin sonlarında görmüşdür. Bu baxımdan Nəhcül Bəlağə 1000 illik kitabdır. Nəhcül Bəlağənin bir hissəsi İmam Əli əleyhissalamın nitqləridir. Bu nitqlər o qədər dərin məzmuna malikdir ki, kitabın tənzim olunmasından bu günədək bu çıxışlar haqqında yüzlərlə kitablar yazılmış, onları izah etməyə çalışmışlar. Diqqət yetirirsinizmi? Bu yüksək səviyyəli çıxışlar, hansı ki əhl-i sünnə və şia alimləri, böyük mütəfəkkirlər haqqında şərhlər yazmışlar. Harada həyata keçmişdir? Kufə məscidində. Nə zaman? Hicri 35 və 40-cı illərin arasında. O dövrdə İslam cəmiyyətində yaşayan xalqın düşüncə və mədəni səviyyəsi o qədər yüksək idi ki, Əli ibn Əbi Talib əleyhissalam bu dərin mənalı sözləri minbərdə deyərkən hamı, uşaq da, böyük də onu anlayır, başa düşürdü. Deməli, gördüyünüz kimi Ələvi cəmiyyətin mədəni səviyyəsi o qədər yüksəkdir ki, Nəhcül Bəlağəni başa düşür. Biz onun qədrini bugün 1000 illik bir zamandan sonra Hicri 4-cü əsrdə yaşayan böyük alimdən daha çox bilirik. Hazırda biz Hicri 14-cü əsrdəyik. Yəni bəşəriyyət təbii olaraq çətinliyə doğru irəliləmiş və Əli əleyhissalam sözü, Əli əleyhissalam buyruğu, ondan eşitdiyi İslam ahəngi onun üçün əsrlər öncəsindən daha qənimətdir. Birincisi, bu kitab bir ilkin İslami qaynaqdır. İslamın erkən çağlarından təqribən 1400 illik fasiləsi olan hazırki tarixi şəraitdə ilkin qaynaqlar xüsusi əhəmiyyətə malikdir. Əgər biz İslamın erkən çağlarına aid mətnləri dirildə bilsək, bu istihatlar üçün ümdə mehvər yaradılmasına böyük kömək etmiş olacaq. Nəhcül Bəlağəyə bu baxışla yanaşaq. Bu baxımdan Nəhcül Bəlağə hicrətdən 50, 60, 100 və ya 140 il sonra ərsəyə gəlmiş filan səhabə və ya tabeinin hədis kitabı ilə müqayisə olunması deyil. Bu şərafətli kitabın tənzimlənməsindən keçən 1000 il müddətində bir çox lazımi işlər görülmüşdür. Güman ki, kitabxanalarda bu dəyərli əsərlərin əlyazmaları qorunub saxlanılmışdır. Onları axtarıb tapmaq, üzə çıxarmaq lazımdır. Bir ehtimal da var ki, onların bəzisi zaman-zaman hadisələrə məruz qalmış və itib batmışdır. Hər halda bu işlər həyata keçirilməlidir. Tədqiqatçılar Nəhcül Bəlağənin bu zaman üçün qədrini bilməlidirlər. Həqiqət budur ki, biz bugün Nəhcül Bəlağənin 1000 illiyi qurultayı keçirdiyimiz halda bilməliyik ki, bu əziz kitab ən azı 950 1000 il küncə qapılmış, sükuta qərq olmuşdur. Alimlərdən, tədqiqatçılardan başqa heç kim Nəhcül Bəlağənin adından savayı bir şey bilmirdi. 3-cü fəsil. Nəhcül Bəlağədə Həzrət Əli əleyhissalamın şəxsiyyəti. Nəhcül Bəlağənin digər dəyərli və əhəmiyyətli cəhətlərindən biri də İmam Əli əleyhissalamın şəxsiyyətinin təsviridir. Bu bizim hazırda tam ehtiyacımız olan şeydir. İmam Əli əleyhissalam bu tanınmamış sima, bu ülvi insan, İslamın insanların belə tərbiyə olunmasını istədiyi kamil müsəlmanlıq nümunəsi, Nəhcül Bəlağənin vərəqləri, sətirləri arasında tam olaraq tanınır, tərif verilir. Nəhcül Bəlağə əslində Əli ibn Əbu Talibi tanıtdıran kitabdır. Necə ola bilər ki, bir nəfər Nəhcül Bəlağədəki əsrarəngiz düşüncə üfüqlərinə, qəribə və müxtəlif idrak ifadələrinə vaqif olmadan onları bu qədər gözəl və cazibəli şəkildə təsvir və vəsf etsin? Nəhcül Bəlağədə bir ülvi insan şəxsiyyətinin bütün tərəfləri mövcuddur. Nəhcül Bəlağədə bir kamil insan təcəssüm etmişdir. Bu kamil insan İmam Əli əleyhissalamın özüdür. Bu yalnız İmam Əli əleyhissalamın simasını tanıtmaq baxımından yox, həm də İslamı tanımaq, onun bir insanı necə tərbiyə edəcəyi, formalaşdıra biləcəyi baxımdan olduqca əhəmiyyətlidir. Bugün müasir bəşəriyyət bizdən soruşur. Sizin dəm vurduğunuz İslam, missiyasının cahan şumul olduğunu düşündüyünüz İslam necə insan formalaşdırmaq niyyətindədir? Bu suala cavab üçün İmam Əli əleyhissalamdan daha yaxşı, daha gözəl, daha ədalətli, daha ülvi kimi göstərmək olar. İmam Əli əleyhissalamın siması heç bir yerdə Nəhcül Bəlağədə olduğu qədər aşkar deyil. Əslində Nəhcül Bəlağə İmam Əli əleyhissalamın rəsmi və fikri şəxsiyyətidir. İmam əleyhissalam özü Nəhcül Bəlağədə təcəssüm tapmışdır. Bu, İmam Əli əleyhissalamın xüsusiyyətlərindən biridir. O dediyinə əməl edir, istədiyini öz şəxsi həyatında gerçəkləşdirir. İmam Əli əleyhissalamın şəxsiyyəti özü sözbəsöz, sətir-bəsətir Nəhcül Bəlağə və Qur'anın təfsiri izahıdır. Buna görə də
Siz Nəhcül Bəlağəni oxuduqda həm İmam Əli əleyhissalamın həyat tarixini bilir, həm də İmam əleyhissalamı tanıyırsınız. Bu kitabda yer alan məsələlər ümumilikdə müsəlmanlar üçün ictimai həyat dərsidir və həyatdan təcrid olunmuş şəkildə verilməmişdir. Bu sözləri deyən ölkə başçısı böyük hakim və komandandır. Onun hakimiyyəti böyük və geniş bir ərazini əhatə etmişdir. Hakimiyyət məsuliyyətini çiyinlərində daşıyan bu böyük insan böyük məsuliyyət hissi ilə bu sözləri dilə gətirmişdir. Nəhcül Bəlağə dünya hakimiyyətindən kənar, bu və ya digər cəmiyyətdə mövcud gerçəklərdən, problemlərdən uzaq bir filosofun sözləri, İslam maarifi haqqındakı fikirləri deyil. Bu böyük bir cəmiyyəti idarə etmək məsuliyyətini üzərində hiss edən, din bilicisi, bütün İslam və Quran maarifini dərindən bilən, xalqla idrak dolu bir ürəklə, böyük ruhla məsuliyyətli bir vəzifə ilə üz-üzə gəlib, onlarla söhbət edən, suallarına cavab verən bir şəxsiyyətin kəlamıdır. Nəhcül Bəlağə belə bir vəziyyətdə meydana gəlmişdir. O böyük insan tarixdə Allahın təəccüb doğuran möcüzələrindən biri idi. Digər təəccüb doğuran bir məsələ də İmam Əli əleyhissalamın öz dövründə qədrinin bilinməməsidir. Bu həqiqətən də qəribə və acı hadisələrdəndir. İşi o yerə çatdırmışdılar ki, Nəhcül Bəlağədə qeyd olunduğuna görə o Həzrət əleyhissalam öz hakimiyyəti dönəmində dəfələrlə cəmaatdan Allaha şikayət edir, gileylənirdi. O böyük insanın qəlbi qanla dolu idi. Bu qədər ürək genişliyinə, bu qədər Allah yolunda ilahi hökmlər yönündə fədakarlığa baxmayaraq həyatı boyunca sıxıntıda idi. 4-cü fəsil. Nəhcül Bəlağənin tərcüməçisi Feyzül İslam. Nəhcül Bəlağənin fars dilinə tərcüməsi hörmətli tərcüməçi ruhani Seyyid Əli Nəqi Feyzül İslam tərəfindən həyata keçirilmişdir. O bu kitabı hamının başa düşəcəyi vəziyyətə gətirən, xalqın ixtiyarına verən ilk şəxs idi. Mən bu təşəbbüsü yüksək qiymətləndirirəm. Bu kitabı ilk dəfə fars dilinə tərcümə edən, xalqın ixtiyarına verən, Nəhcül Bəlağənin səsini ilk dəfə xalqın qulağına yetirən görkəmli alim Feyzül İslama təşəkkür etdim. Bir daha təşəkkür edirəm. Həmçinin öz növbəmdə Nəhcül Bəlağənin bir qismini və ya azad məzmununu bəyan etməklə tərcümə edən digər hörmətli müəlliflərə təşəkkürümü bildirirəm. Bizim dövrümüzdə Nəhcül Bəlağəni ilk dəfə tanıtdıran mərhum Feyzül İslam oldu. O Tehranın böyük alimlərindən idi. Məlumatlı, ixlaslı, ziyalı adam idi. O aramızdan getdi. Amma Nəhcül Bəlağənin çox zəngin tərcüməsini xalqın ixtiyarına verdi. Mən özümə borc bilirəm ki, ömür boyu hətta bir dəfə də yaxından görmədiyim o fəzilətli seyyidin bu xidmətini hər yerdə dilə gətirim. Qoy onun İran cəmiyyətinə bu xidməti unudulmasın. Feyzül İslamın tərcüməsi ərsəyə gəlməzdən, ixtiyarımıza verilməzdən öncə Molla Fətullah Kaşani və qədimi kitablardan, ərəb dilində yazılmış şərhlərdən başqa əlimizdə bir kitab yox idi. Bunlardan öncə də xalq arasında ziyalı, tələbə, şagird mühitində, hətta dini elm mərkəzlərində dini təhsil alan tələbələr arasında Nəhcül Bəlağədən əsər əlamət yox idi. Biz bu gün bu nemətin şükrünü Nəhcül Bəlağəyə əməl etməklə bildirməliyik. 5-ci fəsil. Quran və Nəhcül Bəlağə. Bu kitab Quranla yanaşı qoyulduqda şübhəsiz ondan sonra birinci yerdə durur. Yəni bizim bu dərəcədə etibarlı, əhatəli, qədim başqa kitabımız yoxdur. Məhz buna görə də Nəhcül Bəlağəni canlandırmaq yalnız biz şiələrin vəzifəsi deyil. Bu bütün müsəlmanların vəzifəsidir. Yəni İmam Əli əleyhissalamı qəbul edən müsəlman olan hər bir insanın borcudur. Nəhcül Bəlağəni bənzərsiz İslam irsi olaraq yaşatmaq, canlandırmaq lazımdır. Bu canlandırmaqda məqsəd çapını çoxaltmaq deyil, lazımınca çox çap olmuşdur. Burada məqsəd Nəhcül Bəlağə ilə bağlı tədqiqat aparmaq, işləməkdir. Quran sahəsində çoxlu iş aparıldığı, çoxlu təfsirlər yazıldığı kimi Nəhcül Bəlağə haqqında da bu işlər görülməlidir. Quran oxunduğu kimi Nəhcül Bəlağə də oxunmalıdır. Çünki Quranın ardı davamıdır. Müsəlmanlar Quranla üns bağladıqları, Quranı bilməməyi özləri üçün nöqsan hesab etdikləri kimi Nəhcül Bəlağəni də bilməməyi nöqsan hesab etməlidirlər. Cəmiyyətimizdə Nəhcül Bəlağənin tam və əhatəli tərcüməsinin, eləcə də Quranın tam, aydın tərcüməsinin yeri boşdur. Mən artıq neçənci dəfədir ki, Quranı yaxşı tərcümə edə biləcək mütəxəssislərdən xahiş edirəm ki, bu işi görsünlər. İslam Respublikası 5 ildən sonra zənnimcə gecikmişdir. Bu iş daha tez həyata keçirilməli idi. Hər keçən gün daha gec olur. Zənnimcə bir neçə nəfərin bu iki müqəddəs əsərin tərcüməsinə başlamasının bacardıqları qədər irəliləmələrinin eybi yoxdur. Çünki hər halda heç bir tərcümə kamil olmayacaq. Yəni, filan güclü ərəb dilli mütəxəssisin, filan mahir tərcüməçinin Nəhcül Bəlağəni tərcümə etməyə başladığını eşitdikdə əllərini işdən çəkməsinlər, işlərini davam etdirsinlər. Kim özündə maraq, şövq hiss edirsə işə başlasın. Əgər Quran və Nəhcül Bəlağənin 10 yaxşı tərcüməsi olsa, yenə də çox deyil. Bir ayə və ya cümlə ilə bağlı müxtəlif baxışların, fərqli zövqlərin oxucunu o cümlənin gerçək tərəflərinə daha yaxın edə bilməsinin heç bir eybi yoxdur. Buna görə də mən bu işi bu gün birinci dərəcəli iş hesab edirəm. Quranla tanışlıq universitetlərdə adi hal olmalıdır ki, Quran maarifi, Quran ruhu elm mərkəzlərinə hakim kəsilsin.
Hədis sahəsində isə bizim Nəhcül Bəlağəmiz var. O tam kamil hədis toplusudur və bizim bugünkü problemlərimizin həlli yolları, ehtiyaclarımız bu kitabda toplanmışdır. Quran və Nəhcül Bəlağə ilə üns bağlamaq çox qəribə şeydir. Nəhcül Bəlağə həqiqətən də Quranın davamıdır. İnsan Nəhcül Bəlağə və ya Səhifə-i Səccadiyyə ilə üns bağladıqda xalis İslamdan bəzi həqiqətlərin ixtiyarında olduğunu görür. 6-cı fəsil. Nəhcül Bəlağənin İslam cəmiyyətində rolu. Təəssüflər olsun ki, biz İran cəmiyyəti olaraq əsrlər boyu şərif, nurani Nəhcül Bəlağə kitabından məhrum olmuşuq. Tam xoşbəxt insan həyatını bütün tərəfləri ilə, bütün xüsusiyyətləri ilə Nəhcül Bəlağədən öyrənmək olar. Əgər özümüzü tərbiyə etmək, insana layiq cəmiyyət qurmaq istəsək, şəxsi əxlaqa, xarakterə, yaxşı əqidəyə, şənliyə, ümidə, uzaq görənliyə, özünü tərbiyəyə nail olmaq, vəzifəmizə əməl etmək, başdan ayağa zəka və haqqın hakim kəsirdiyi cəmiyyətimiz olmasını ümidlə, qələbə ilə, uğurla çalışmaq, alimcəsinə və doğru fəlsəfə əsasında hərəkət etmək istəyiriksə, bütün bu dərsləri Nəhcül Bəlağədən öyrənməliyik. İnsanın fərdi özünə tərbiyəsi, ictimai həyatını qurması zəruridir. Əlbəttə ki, Nəhcül Bəlağənin ürfani cəhətləri də var ki, mən özümü bu tərəfləri başa düşəcək, dərk edəcək məqamdan aşağıda görürəm. Buna görə də o kəlmələrin zahiri, ibtidai mənasını deməklə kifayətlənib üstündən keçirəm. Onları da Allah adamları, arif zümrə, hikmət sahibi olanlar, Allaha yaxın könüllər başa düşə bilərlər. İmam Əli əleyhissalam öz çıxışlarında nə deyir? Həm İslam cəmiyyətinin hakimi, həm də hikmət sahibi olan bu əmir nə demişdir? Məlumdur ki, onun sözləri aktualdır, mövcud ehtiyaclara uyğundur. O həmin tarixi zaman kəsiyində mövcud şəriətin tələbi olan ehtiyacları dilə gətirmişdir. Ondan başqa bir şey deməsi mümkün deyil. Ola bilməz ki, mahir, ürəyi yanan təbib xəstəsinin ehtiyacı olmadan nüsxə yazsın. Demək, biz İmam Əli əleyhissalamın nüsxəsindən digər bir şey də başa düşürük və bu o günün İslam cəmiyyətinin vəziyyətidir. Bizi keçmişdən daha çox Nəhcül Bəlağəyə bağlayan, möhtac edən, bizdə maraq oyadan digər həqiqət isə budur ki, İslam tarixi boyunca təəssüf ki, bir tərəfdən cəhalətdən, digər tərəfdən isə qərəzlilik, düşmənçilik səbəbi ilə meydana gələn yanlışlıqlar, yoldan azmalar ixtiyarımızda olan İslam maarifində çaşqınlıqlar yaratmışdır. Bir müddətdir Nəhcül Bəlağə müəyyən mənada unudulmuş vəziyyətdən çıxmış, adi xalqın qulağına çatmış, bu və ya digər şəkildə xalqın ixtiyarına verilmişdir. Lakin buna baxmayaraq bu kitab haqqında daha çox hərtərəfli elmi tədqiqat aparılması lazım olduğu qənaətindəyəm. Əlbəttə ki, bu günədək görülmüş işlər, bir qismi Nəhcül Bəlağə haqqında kitablar, Kitabnamə-i Nəhcül Bəlağə əsərində yer alan elmi tədqiqat işləri təqdirə layiqdir. Nəhcül Bəlağəyə yönəltməli olduğumuz diqqət haqqında xəbərdarlıq etmək istəyirəm. Bizdə bu gün lazımi diqqət, qayğı yoxdur. Sanki bu kitabda necə sonsuz bilik xəzinəsi olduğunu bilmirik. Yaxud da hələ xalqımız, hələ tədqiqatçılar bu kitabın sonsuz, böyük qaynağına yaxınlığın əhəmiyyətini tam olaraq başa düşməyiblər. Əgər bu şəkildə özünüzü Quran, Nəhcül Bəlağə və İslamla tanış etməkdə davam etsəniz, dünyanın cah-cəlal imperatorluqlarının əsasları sizin vasitənizlə sarsılacaq. Buna görə də sizdən qorxurlar. Tədqiqatçılar Nəhcül Bəlağənin bu gün üçün qüdrətini bilsinlər. Həqiqət budur ki, biz bu gün Nəhcül Bəlağənin 1000 illiyini keçirdiyimiz bir halda bilməliyik ki, bu əziz kitab sözü gedən 1000 ilin ən azı 950 ilini küncə qapılmış, sükuta qərq olmuşdur. Belə ki, alimlərdən başqa kimsə Nəhcül Bəlağənin adından savayı bir şey bilməmişdir. Bu inqilab İmam Əli əleyhissalamın təlimləri sayəsində Qur'ana, Nəhcül Bəlağəyə söykənərək qələbə çalmışdır. Bugün təqribən həmin İslam cəmiyyəti Ələvi cəmiyyət qurulmuşdur. Bu şərait ölkəmizdə, cəmiyyətimizdə bir çox sahələrə hakimdir. Bugün Nəhcül Bəlağədən bacardıqca daha çox faydalanmaq vaxtıdır. Bugünkü şərait İmam Əli əleyhissalamın hakimiyyəti dönəmindəki şəraitə bənzərdir. Demək, dövran Nəhcül Bəlağə dövranıdır. Bugün dünya və cəmiyyətdəki gerçəkliklərə İmam Əli əleyhissalamın baxışı ilə baxmaq, bir çox həqiqətləri görmək, dərdlərin əlacını tapmaq olar. Elə buna görə də biz həmişəkindən daha çox Nəhcül Bəlağəyə möhtac olduğumuzu düşünürük. Bugün Nəhcül Bəlağə bizim üçün fərqli cəhətlərdən həssasdır. Təkid edirəm ki, bu kitab bənzərsiz, sonsuz xəzinədir. Bugün də İslam cəmiyyəti, müsəlman xalqlar ona həmişəkindən daha ehtiyaclıdırlar. Olduqca sevindirici haldır ki, Nəhcül Bəlağə fondunda fəaliyyət göstərən qardaşların səyi ilə bu şərif kitab haqqında digər bir toplantının şahidi oluruq. Mən bir müsəlman kimi düşüncəli həyatının, mütaliələrinin bir hissəsini bu kitaba həsr etmiş bir şəxs olaraq İslam Respublikasında yüksək vəzifə daşıyan şəxs kimi bu hərəkatın uğurlu, zəruri, müsbət nəticəli olacağı, hazırki mərhələnin son mərhələyə keçid üçün başlanğıc olduğu qənaətindəyəm. Qardaşların təlaşları təqdirə layiqdir, amma bu qədərlə kifayətlənmək də olmaz. Nəhcül Bəlağəyə xidmət davamlı şəkildə olmalıdır. Bu ilki konqreslə keçən ilki konqres arasında bir il zaman fasiləsi olmuşdur. Bu bir ildə müxtəlif işlər görülmüşdür. Mən bu işlərin bəzisindən xəbərdaram, amma bir daha təkid etmək istəyirəm ki, bu toplantılar böyük işlərə giriş olmalıdır. Biz Nəhcül
bəlağə ilə əlaqəsi olmayan bir çox vaxt keçirmişik. Şəraitdən istifadə edib həmin çatışmazlıqları aradan qaldırmalıyıq. Mənim üçün çox ürək açan olardı ki, vaxt tapıb sizlərdən biri kimi bu konqresin iclaslarında fəal iştirak edim. Nəhcül Bəlağənin fikir ümidimizin qiblələrindən biri olduğu, vaxtımızın çoxu onun mütaliə ilə keçdiyi, tədris, fikir, mütaliə sahələrimizdə ümdə yer tutduğu keçmiş illər kimi bu gün də bu şərəfli, elmi, dəyərli toplantıda bir tədqiqatçı olaraq bu okeanın dərinliklərində axtarış aparmağı, hər gün iclaslarda iştirak etməyi çox istərdim. Nəhcül Bəlağə tədricən həyat səhnəsinə gəldi və xalqın əlinə düşdü. Xalq Nəhcül Bəlağənin varlığından xəbərsiz idi. Nəhcül Bəlağədən eşitdikləri yalnız dünyanı pisləyən, əxlaqi məsələlərə toxunan cümlələr idi. Başqa heç bir şey bilmirdilər. Ondan sonra Nəhcül Bəlağə biraz əldən ələ keçdi. Ona şərhlər, izahlar yazıldı. Bəziləri ondan başa düşdüklərini şərh olaraq qələmə aldılar. Bütün bu zəhmətlər hamısı təqdirə layiqdir. Amma Nəhcül Bəlağənin əzəməti qarşısında, görülməsi lazım olan işlər qarşısında bir şey deyil. Cəmiyyətdə meydana gələn, cəmiyyəti tənəzzülə uğradan, legitim dövlət və cəmiyyətin süqutuna gətirib çıxaran amillər Qur'an və hədislərdə öz əksini tapmışdır. Əgər Qur'anı, Nəhcül Bəlağəni və hədisləri mütaliə etsək, görəcəyik ki, Allah Teala və məsumlarımız bu mövzunu olduqca mühüm hesab etmiş, bu haqda cəmaata lazımi tövsiyələr etmiş və çıxış yollarını göstərmişlər. Həzrət əleyhissalam ümumi kütləni nəzərə almış, fərqli təbəqələri bir kənara qoymuş və İslam cəmiyyətində təbəqələşmənin olmamasını nəzərdə tutmuşdur. İmam əleyhissalam Malik Əştərə ünvanladığı məlum əzəmətli bənzərsiz göstərişində bu haqda buyurur: "Sənin üçün işlərin ən sevimlisi haqda orta yolu tutmaq, onu bərabərlik baxımından ümumiləşdirmək və rəiyyətin şad olmasına daha çox səbəb olan ədalətlilik olmalıdır." Əmirəl-Möminin əleyhissalam Nəhcül Bəlağədə təvhid, nübüvvət, imamət, qiyamət, məad, ilahi qüdrət və etiqadi məsələlər haqqında geniş bəhslər etmişdir. Əgər elm adamları yalnız düzgün tərcüməsinə və qısa şərhinə vaxt ayırsalar, dinləyici və oxucuların zehin və könlündə yer alacaq. İmam Əli əleyhissalam bu xutbələrdə beyinləri formalaşdırmaq, yönləndirmək, hidayət etmək məqsədi izləyib. O dövrdə İslam cəmiyyətində yaşayan xalqın düşüncə və mədəni səviyyəsi o qədər yüksək idi ki, Əli ibn Əbu Talib əleyhissalam bu dərin mənalı sözləri minbərdə deyərkən hamı, uşaq da, böyük də onu anlayır, başa düşürdü. Deməli, gördüyünüz kimi, Ələvi cəmiyyətinin mədəni səviyyəsi o qədər yüksəkdir ki, Nəhcül Bəlağəni başa düşür. Görürsünüz ki, Əmirəl-Möminin əleyhissalam kəlamları o dönəmin cəhalət və zülmət dünyasında elə parıldayır ki, hamı, kişi və qadın, uşaq və böyük o sözləri eşitdikdə öz düşüncələri qədərincə başa düşür, dərk edirdilər. Bugün əsrlər keçdikdən sonra alimlər, dühalar, mütəfəkkirlər həmin sözləri şərh edirlər. Bunun səbəbi o zaman cəmiyyətdə inqilabın olması idi. Nə vaxt cəmiyyətdə inqilab olarsa, vəziyyət belə olur. Bunlar Əmirəl-Möminin əleyhissalamın çıxışları idi. Bu xutbələr bu gün sizin Nəhcül Bəlağədə gördüklərinizdən olduqca çoxdur. 7-ci fəsil. Nəhcül Bəlağənin İslam dünyasında rolu. Müsəlmanların sayının çox olduğu, dünya coğrafiyasının geniş bir hissəsini özlərinə ayırdıqları, zihin və ruhlarını müxtəlif fikirlərin, əqidələrin, istihadların və cərəyanların hakim olduğu hazırki şəraitdə İslamın erkən çağlarına aid mətnləri canlandıra bilsək, bu ictihadlar üçün ümumi bir meyarın meydana gəlməsinə böyük kömək etmiş olarıq. Nəhcül Bəlağəyə bu prizmadan yanaşın. Nəhcül Bəlağəyə bu baxışla yanaşdıqda əsla filan səhabənin və yaxud tabiinin hicrətdən 50, 60, 100 və ya 140 il sonra yazılmış kitabı ilə müqayisə oluna bilməz. Nəhcül Bəlağə bizim ölkəmizə məxsus deyil. O bütün İslam dünyasına aiddir. İslam dünyası da bu gün bir intibaha, yeni İslam həyatına can atmalıdır. Nəhcül Bəlağəni canlandırmaq yalnız biz şiələrin vəzifəsi deyil. Bu bütün müsəlmanların vəzifəsidir. Yəni İmam Əli əleyhissalamı qəbul edən müsəlman olan hər bir insanın borcudur. Çünki İslamda bu böyük insanı qəbul etməyən kimsə yoxdur. Nəhcül Bəlağəni bənzərsiz İslam irsi olaraq yaşatmaq, canlandırmaq lazımdır. Bu canlandırmada məqsəd çapı çoxaltmaq deyil. Lazımınca çox çap olmuşdur. Məqsəd Nəhcül Bəlağə ilə bağlı tədqiqat aparmaq, işləməkdir. Qur'an sahəsində çoxlu iş aparıldığı, çoxlu təfsirlər yazıldığı kimi, Nəhcül Bəlağə haqqında da bu işlər görülməlidir. Qur'an oxunduğu kimi, Nəhcül Bəlağə də oxunmalıdır. Çünki Qur'anın ardı davamıdır. Müsəlmanlar Qur'anla üns bağladıqları kimi, Qur'anı bilməməyi özləri üçün nöqsan hesab etdikləri kimi, Nəhcül Bəlağəni də bilməməyi özləri üçün nöqsan hesab etməlidirlər. Bugün ən aşkar aydın İslam gerçəklikləri İslam ölkələrində bir sıra İslam iddiaçıları tərəfindən qulaq ardına vurulur. Bugün şüarların bir olduğu, səmtlərin isə bir-birindən fərqləndiyi gündür. Bugün İmam Əli əleyhissalamın hakimiyyəti dönəminə bənzər bir şərait mövcuddur. Demək, dövr Nəhcül
Bəlağə dövrüdür. Bu gün dünya və cəmiyyət gerçəkliklərinə İmam Əli əleyhissalamın dəqiq baxışı ilə baxmaq, bir çox həqiqətləri görmək, dərdlərin əlacını tapmaq olar. Elə buna görə də biz həmişəkindən daha çox Nəhcül Bəlağəyə möhtac olduğumuzu düşünürük. Bu Nəhcül Bəlağəyə xüsusi önəm verməyin, İmam Əli əleyhissalamın dili ilə deyilən bu topluya qayıdışın zərurətini göstərən yalnız bir cəhətdir. Onunla bağlı daha çox işlər görmək lazımdır. Bu kitabı istinad olunacaq, başa düşüləcək vəziyyətə gətirmək üçün lazımi müqəddimələri reallaşdırmaq lazımdır. Çünki bu iş həmişəkindən daha lazımlı və daha zəruridir. Bu günlərdə insanların düşüncəsinə müxtəlif siyasi bölgülər, təsniflərlə bağlı hakim olan mədəniyyətlərin heç biri Nəhcül Bəlağə marifinə uyğun deyil. Nəhcül Bəlağə sahəsində iş görənlər istər İranda, istər digər müsəlman ölkələrində az deyil. Amma Nəhcül Bəlağə təfəkkürünün bütün İslam dünyası mühitinə yaya biləcək prinsipial, əsaslı iş hələ də görülməmişdir. Doğrudur, bu köklü işin ilkin addımları atılmaqda, təməlləri qurulmaqdadır. Həqiqətən Nəhcül Bəlağə əzəmətli bir xəzinədir. Onun mövcudluğunu belə asanlıqla əldə etmək olmaz. Yəni onu anladıqdan, belə bir varlığı tanıdıqdan sonra əsas işə, yəni istifadə etməyə növbə çatır. Biz hələ Nəhcül Bəlağənin mövcudluğunu bilmirik, onu tanımırıq. Əlbəttə bir çox zəngin İslam qaynaqları bu vəziyyətdədir. Amma Nəhcül Bəlağə daha yüksəkdə durur. Bu müstəsna bir əsərdir. Onunla misilsiz xəzinə kimi davranmaq lazımdır. Düşündükdə daim olmuş, hazırda da olan bir arzumuzu xatırlayıram. Bu cəmiyyətimizin sözü gedən əziz kitabla üns bağlaması, ülfət tapmasıdır. 8-ci fəsil. Təhsil Nazirliyinin Nəhcül Bəlağənin canlandırılmasında rolu. Sizin hər birinizin könül oxşayan səsini eşitmək imkanı mənim üçün olduqca şirin və həzzlidir. Yəni çox istəyirdim ki, siz əziz uşaqlar, gələcəyin ümidləri, pak ürəklərinizlə, parlaq ruhlarınızla buraya gəlib bizim üçün Nəhcül Bəlağədən bir neçə nurani cümlə oxuyaydınız. İki cazibə məni sizin düşərgənizə çəkib gətirdi. Birincisi Nəhcül Bəlağənin cazibə idi. İkincisi isə əslində inqilabın və gələcək dövrlərin gerçək sahibi olan siz gənclərin, yeniyetmələrin, bacı qardaşların toplantısı idi. Mən Təhsil Nazirliyində çalışan əzizlərimizdən xahiş edirəm ki, bu yolu tərk etməsinlər, bu xətti davam etdirsinlər. Nəhcül Bəlağəni məktəblərə, siniflərə daxil edin. Qoy şagirdlər onun ərəbcə mətnini öyrənsinlər. Ən yaxşı yazıçıları, ən mahir incəsənət ustadlarını işə cəlb edin. Onlardan tələb edin ki, Nəhcül Bəlağəni uşaqların əzbərləməsi üçün gözəl tərcümə etsinlər. Nəhcül Bəlağə bizim dərsliklərimizdə yer almalıdır. Nəhcül Bəlağədən çox uzaq qalmışıq. Bu fasiləni aradan qaldırmalıyıq. İslam Respublikası sistemini möhkəmlətmək üçün lazım olan bütün anlayışlar Nəhcül Bəlağədə mövcuddur. Siz əzizlər, bizim gözümüzün nuru şagirdlər, istedadlı, zehinli uşaqlar, istər qız, istər oğlan, Nəhcül Bəlağəni əzbərləmək, tərcüməsini öyrənmək sahəsinə qədəm qoymuş, bu müqəddəs kitabı öyrənməyə başlamısınız. Bilin ki, bu nemət çox bərəkətli və əzəmətli nemətdir. Bu ilahi neməti qənimət hesab edin və bu sahədə irəliləyin. Müəllimlər, pedaqoqlar, Təhsil Nazirliyi, aidiyyəti şöbə, bu işlə məşğul olan qardaşlar bilsinlər ki, bu iş ən dəyərli işlərdəndir. Bu işi əsla kiçik iş hesab etməyin. Cəmiyyətimiz 20 ildən sonra başa düşəcək ki, sizin bugünkü toplantınızın Nəhcül Bəlağəni bu şəkildə öyrənməyin hansı nəticələri olacaqdır. Bilin ki, bu gün Nəhcül Bəlağə fondunda Təhsil Nazirliyində çalışan və digər qardaşların əli ilə əkilmiş bərəkətli fidandır. Bunun bəhərini, meyvəsini gələcəkdə dərəcəksiniz. Bu işi tərk etməyin. Əziz uşaqlarımız, əziz qardaşlarımız da bilsinlər ki, Nəhcül Bəlağə çox qiymətli kəlamları ehtiva etmişdir. Sizin toplandığınız bu düşərgədə qabaqlar bəziləri gəlib qərb mədəniyyətini, yad ellilərin yanlış düşüncə məhsullarını bir-birlərindən öyrənirdilər. Uşaqlara fəsad aşılayırdılar. Bugün isə onun tam əksi olmuşdur. Bugün burada uşaqlara din, Qur'an və Nəhcül Bəlağə öyrədilir. 9-cu fəsil. Dərdlərin dərmanı Nəhcül Bəlağədədir. Bugün İmam Əli əleyhissalamın dövrünə bənzər bir şəraitdəyik. Bizi həm dünya sevgisi, həm də təkəbbür, özünəpərəstlik, təəssüb təhdid edir. İctimai fitnə tufanları da bizi çöküşlə, parçalanmaqla hədələyir. Buna görə bizim də o dərmanlara ehtiyacımız var. Nəhcül Bəlağəyə hər zamankindən çox ehtiyacımız var. Mən kiminsə bu baxışla Nəhcül Bəlağə ardınca getdiyini görməmişəm. Bilirsiniz ki, çox iş görülmüşdür. Amma bu yeni baxışdır. İndi Nəhcül Bəlağə güzgüsünə baxın və görün orada hazırki vəziyyətinizdən nə görürsünüz? Hansı dərdi, hansı təhlükəni görürsünüz? Bizə hansı xəbərdarlıqlar olunub? Bilin ki, bütün bunların dərmanı Nəhcül Bəlağədədir. Bugün tədqiqatçıların Nəhcül Bəlağəni bu baxımdan izah etmələri zəruridir. Nümunə olaraq İmam Əli əleyhissalamın həll etməyə, aradan qaldırmağa çalışdığı o günün xəstəliklərindən bir neçəsini qeyd edirəm. Bu xəstəliklərdən biri dünya sevgisidir. Nəhcül Bəlağədə dünya sevgisi, dünyaya aldanmaq, dünyanın təhlükələri, pusquları əleyhinə xəbərdarlıqlar olunmuşdur. Nəhcül Bəlağənin
Önəmli hissələrindən biri zöhddür. Biz mahir bir həkimdən tam nüsxə alıb cibinə və ya taxtaya qoyan, amma eyni halda o nüsxəni açıb baxmayan, əməl etməyən və beləcə xəstəlikdən daim əziyyət çəkən xəstəyə bənzəyirik. Əsrlər boyu Nəhcül Bəlağə bizim ixtiyarımızda idi, lakin ondan istifadə etmədik. O maarifdən faydalanmadıq. Fərdi və ictimai xəstəliklərdən qurtulmadıq. Bu Nəhcül Bəlağə ilə tanış olan hər bir kəsin qəlbində yaranan böyük təəssüf hissidir. İmam Əli əleyhissalamın Nəhcül Bəlağədə Qasiyə adlanan xutbəsi var. Olduqca mühüm, məzmunlu, maraqlı xutbədir. Bu xutbənin ümdə mövzularından biri təkəbbürün pislənməsidir. Burada Peyğəmbərlər əleyhissalam haqqında bir neçə cümlə vardır ki, bir hissəsini sizin üçün oxuyuram. Peyğəmbərlər əleyhissalam haqqında buyurur: Allah Teala peyğəmbərlərin nəzərində təkəbbürü pis etdi. Təvazuunu onlara layiq gördü. Razı oldu ki, onlar təvazukar olsunlar. Peyğəmbərlər əleyhissalam o qədər təvazukar idilər ki, Allah huzurunda üzlərini yerə sürtür, alınlarını torpağa bulaşdırırdılar. Möminlərə qarşı təvazukarcasına mehriban idilər. Peyğəmbərlər əleyhissalam möminlərə belə idilər. Buna görə də həmişə onların ətrafına toplanırdılar. Əmir əl-Möminin əleyhissalam Nəhcül Bəlağədə buyurur: Peyğəmbərlər əleyhissalam bütün xalqla cəmiyyətin əksəriyyətini təşkil edən geniş xalq kütlələri ilə ünsiyyətdə idilər. Bizim Peyğəmbərimizin işi onlarla idi. Müasir dövrdə ümmətin imamının da, İmam Xumeyninin işi onlarladır. Dövlət, vəzifəli şəxslər və xalq arasındakı bu əlaqə yaşamalıdır. Bu münasibət zəifləməməlidir. Bizim inqilabımızın şah damarı bu münasibətdir. Nəhcül Bəlağədə dəfələrlə təkrar olunan mövzu təkəbbür mövzusudur. Yəni Qasiyə xutbəsinin ümdə mövzusudur. Əlbəttə ki, bu təkcə Qasiyə xutbəsinə məxsus deyil. Nəhcül Bəlağədə bir çox yerlərdə var. Təkəbbür məsələsi, yəni özünü başqalarından yüksəkdə görmək, İslamı, İslam siyasi quruluşunu zəiflədən, xilafəti padşahlığa çevirən, Peyğəmbər səlavatıllahın zəhmətlərinin nəticəsini müəyyən zaman kəsiyində tamamilə aradan aparan bəladır. Məhz buna görə də İmam Əli əleyhissalam Nəhcül Bəlağədə bu məsələyə çox önəm vermişdir. Nəhcül Bəlağənin zöhdə rəğbətləndirməklə dolu olması nəyi göstərir? Təbii ki, xəstəliyi göstərir. İmam Əli əleyhissalamın dünya haqqında odlu, həyəcanlı, gözəl, bəlağətli danışan bu nüsxəsi göstərir ki, cəmaət çox pis şəkildə dünya tələsinə düşübmüşlər. Peyğəmbər səlavatıllahın dünyasını dəyişdiyi vaxtdan 23 il sonra cəmaət çox pis əsir olmuşdu. Bu düyün açan əl çalışır ki, bu kəməndi onların əl ayağından açsın. Bu gün Nəhcül Bəlağə bizim üçün fərqli cəhətlərdən əhəmiyyətlidir. Təkid edirəm ki, bu kitab bənzərsiz, sonsuz xəzinədir. Bu gün də İslam cəmiyyəti, müsəlman xalqlar ona həmişəkindən daha ehtiyaclıdırlar. Bu quruluşun sütunlarını çiyninə alan biz İran xalqı bu gün Nəhcül Bəlağəyə müraciət etsək, onda maraqlı şeylər görəcəyik. Bu dövrdə bizi təhdid edən xəstəliklər var. Onların müalicəsi bizim üçün dəyərli və həyatidir. Bu fərmanları, müalicə üsullarını axtarmalıyıq. Mən demək istəmirəm ki, İslamın erkən çağlarında baş verən hadisələr indi bir baş verir, xeyr, amma istiqamətlər eynidir. Həzrət Əli əleyhissalamın bir sıra çıxışları vardır ki, bu çıxışlarda ideologiya, döyüş taktikası, hakimiyyət təcrübəsi, üsulu idarə, əxlaq, zöhd və təqvadan söhbət açılır. Siz bugün başa düşürsünüz ki, bizim Nəhcül Bəlağəyə nə qədər ehtiyacımız var. 10-cu fəsil. Nəhcül Bəlağədə hökumət. Hökumət məsələsi də Nəhcül Bəlağədə olan onlarla digər mühüm həyat məsələləri kimi müəllif və tədqiqatçıların üslubundan fərqli şəkildə verilmişdir. Təbii ki, Əli əleyhissalam hökumət haqqında ayrıca fəsil açıb müqəddimələr verməklə nəticə əldə etməmişdir. Onun bu sahədə də metodu digər sahələrdəki kimi filosofiya sayağıdır. Yəni müqəddimələrdən keçib və yekun üzərində fikir yürütmək şəklindədir. İmam Əli əleyhissalamın hökumət məsələsinə baxışı vəhy mənbəyi ilə yaxından bağlı olan böyük bir filosofun yanaşmasıdır. Nəhcül Bəlağədə hökumət məsələsi yalnız uzaqdan uzağa söhbət şəklində verilmir. Həzrət Əli əleyhissalam hökumət məsələsi ilə bilavasitə məşğul olmuşdur. Bu şərif kitabda da bir hakim kimi İslam ölkəsini idarə edən, bütün problemlər, müsibətlərlə, baş ağrıları ilə yaxından tanış olan bir şəxs olaraq bu məsələnin müxtəlif məsələlərini nəzərdən keçirmiş, haqqında söhbət açmışdır. Bu məqama Əmir əl-Möminin Əli əleyhissalamın vəziyyətinə uyğun bir şəraitdə yaşadığımıza diqqət yetirmək olduqca ibrət vericidir. 1. Hökumətin mənası. Öncə öyrənmək lazımdır ki, İmam Əli əleyhissalama görə hökumət antik və müasir dünyamızın leksik fonduna daxil olduğu kimi başa düşülür. Yəni hökumət, hakimiyyət, hökmranlıq, hökm yürütmək, yaxud hakim və ya hakimlərin həyatda xüsusi imtiyaz sahibi olmalarıdırmı? Yoxsa Nəhcül Bəlağə marifində hökumətin tamam başqa mənası var. Bu Nəhcül Bəlağədə məlum bir neçə sözdən, termindən başa düşülür. İmam, vəli, vəli-i əmir sözlərinin hakim, dövlət başçısı haqqında, rəiyyət sözünün isə xalq barəsində işlənməsi buna sübutdur. Quranda, eləcə də hədislərdə, xüsusilə Nəhcül Bəlağədə hakimin iki siması təsvir olunmuşdur. Biri müsbət, digəri isə mənfi. Müsbət sima bələdçi imam,
haqqa doğru istiqamətləndirən imam kimi göstərilir. İkinci sima alov və azğınlıq öndəri kimi dəyərləndirilir. Bələdçi imam peyğəmbərlər, övliyalar, haqq İslam hökmdarları, Allaha bəndə olan, ilahi meyarlara görə rəhbərliyə layiq olanlardır. Batil öndərlər, alov bələdçiləri isə tağutlardır. 2. Hökumətin zərurəti. Nəhcül Bəlağədə hökumətin zərurəti məsələsindən zorakılığa meyillik qarşılığında söhbət açılmışdır. Bu növ meyillər cəmiyyətdə daim olmuşdur. Bu gün də var. Gələcəkdə də insan əxlaqı kamil olmayınca, düzgün olmayınca bu növ meyillər mövcud olacaqdır. 3. Hökumətin mənşəyi. Nəhcül Bəlağəyə görə hökumətin mənşəyi nədir? Bu mənşə təbii güc və iqtidardır. Hakimiyyətin mənşəyi bir insanın və ya kollektivin hakimiyyətinə legitimlik bəxş edən amil ilahi iradədir, yoxsa xalqın iradəsi. Müasir dünyada demokratiya, yəni xalqın əksəriyyətinin iradəsi, istəyi, hakimiyyətin mənşəyi, meyarı hesab olunur. Amma hamı bilir ki, xalqın iradəsini zorluların, iqtidar sevdasında olanların istədiyi səmtə yönəltmək üçün hansı namərd vasitələrə əl atırlar. Bir cümlədə demək olar ki, geniş yayılmış bəşəri mədəniyyətlərdə başlanğıcdan bu gündən Nəhcül Bəlağə maarifinin insanların həyatına hakim olacağı anadək hakimiyyətin mənşəyi iqtidar, güc olmuş və olacaqdır. Əmir-əl-Möminin əleyhissalam Nəhcül Bəlağədə hakimiyyətin mənşəyini bu anlayışlar hesab etmişdir. Daha mühümü isə budur ki, onun özü də əməldə bunu sübut etmişdir. İmam Əli əleyhissalama görə hakimiyyətin əsl mənşəyi bir sıra mənəvi dəyərlərdir. Xalqa hökmranlıq etmək, xalqın iradəçiliyini üzərinə almaq, səlahiyyəti yalnız müəyyən özəllikləri olan insanlara məxsusdur. 4. Hakimiyyət haqdır, yoxsa vəzifə? Hakimiyyətdə olmaq haqdır, yoxsa vəzifə? Hökmranlıq hakimin haqqıdır, yoxsa vəzifəsi? Hakimiyyətdə kim ola bilər və ya olmalıdır? Nəhcül Bəlağəyə görə hakimiyyət həm haqdır, həm də vəzifə. Hakimiyyətdə olmaq səlahiyyəti olan, meyarlara cavab verən şəxs hakimiyyəti qəbul etdikdə hökmranlıq etmək artıq onun vəzifəsidir. Bu yükü çiynindən ata bilməz. İmam Əli əleyhissalam qısa bir açıqlamada hakimiyyəti həm haqq hesab edir, həm də vəzifə. Belə deyil ki, kim hansı yolla olursa olsun, bu və ya digər şəkildə xalqı cəlb etsin, hakimiyyəti ələ alsın. Hakimiyyət haqdırsa, bu haqq müəyyən insanlara aiddir. Bu heç də o demək deyil ki, bir zümrə digərlərindən fərqlidir, üstündür. Çünki İslam cəmiyyətində hamının o imkanı qazanması üçün şərait var. Əlbəttə Peyğəmbər səlavatıllahın dövründən sonra müstəsna bir vəziyyət hakimi idi. Amma Nəhcül Bəlağə öz açıqlamasını ümumi şəkildə verir və dəfələrlə bu hüquqa işarə vurur. İmam əleyhissalam hökuməti haqq hesab edir. Bu Nəhcül Bəlağədə aydın görünən bir məsələdir. 5. Hakimiyyət məqsəddir, yoxsa vəzifə? Hakimiyyət bir fərd və ya kollektiv üçün məqsəddir, yoxsa vəzifə? Əgər vasitədirsə, hansı məqsəd üçündür? Başçı hakimiyyət vasitəsilə cəmiyyəti hansı məqsədə doğru aparmaq istəyir? 6. Hökmran və rəiyyət. Hökmran və rəiyyət münasibətləri hansı təməl üzərində qurulur? Hansı prinsipə əsaslanır? Bu hakimi xalqın boynuna çıxaran bir tərəfli haqdırmı? Yoxsa qarşılıqlıdır? Nəhcül Bəlağədə ən ündə, ən mənalı, ən səmərəli hökumət məsələlərindən biri bu məsələdir. 7. Xalq və hökumət. Görməliyik ki, Nəhcül Bəlağəyə görə xalqın hökumət qarşısında hansı vəzifəsi var? Xalq təyin edicidirmi? Başlayıcıdırmı? Tam ixtiyar sahibidirmi? Heç bir hüquqi ixtiyarı yoxdurmu? Bunlar Nəhcül Bəlağədə söhbət açılan ən incə məsələlərdir. Bu gün müxtəlif sahələrdə kütlənin zehniyyətinə hakim olan müxtəlif siyasi bölgülərlə bağlı düşüncələr heç biri Nəhcül Bəlağə maarifi ilə səsləşmir. 8. Xalqla davranış qaydası. Dövlətin məmurları xalqla necə davranmalıdırlar? Xalq onlara borcluymuş kimimi? Hakim dairənin xalqla davranışı necə olmalıdır? 9. Hakimin özü ilə davranışı. Hakimin cəmiyyətdə davranışı üçün məhdudiyyət vardırmı? Onun xalqla yaxşı davranması ilə kifayətlənmək olarmı? Yoxsa hakimin xalqla davranışı arasında başqa bir şey varmı ki, bu onun özü ilə davranışdır? Hakimin şəxsi həyatı necə keçməlidir və Nəhcül Bəlağə bu haqda nə deyir? 10. Hakimin şərtləri. Nəhcül Bəlağədə İslam cəmiyyətinin hakimindən əsla padşah, sultan olaraq söhbət açılmamışdır. Nəhcül Bəlağədə söhbət açılan ibarələrdən biri öndər və rəhbər mənasını ifadə edən imam anlayışıdır. Rəhbər anlayışı bələdçi anlayışı ilə fərqlidir. Rəhbər cəmiyyəti, ümməti öz ardınca çəkdikdə özü o hərəkətin öndə gedəni, gözətçisi olan şəxsdir. Xalqın hərəkət etdiyi xəttə öncüllük, qabaqcıllıq anlayışı imam ifadəsində vardır. Fikrimcə vilayət anlayışı ilə bağlı əlaqə növləri ümumilikdə bu bağlılığın nümunələridir. Ümmətin valisi, rəiyyətin valisi xalqın işlərini üzərinə alan, onlara bağlı olan şəxsdir. Bu məna Nəhcül Bəlağə və Əmir-əl-Möminin əleyhissalama görə hökumət və hakimiyyətin tamam başqa bir cəhətini üzə çıxarır. Cəmiyyətin müdiriyyətini təşkil edən hissə də
başqa hissələr kimidir. O da bu toplumu təşkil edən digər hissələr, ünsürlər kimidir. Bu işi üzərinə alan vəli-i əmrdir. O heç bir imtiyaz ummur. Onun heç bir tələbi yoxdur. Həyat səviyyəsi baxımından və ya maddi imkanlar baxımından ona heç bir imtiyaz verilməyib. Əgər öz vəzifəsini layiqincə həyata keçirsə, çox yox, bu vəzifəni həyata keçirdiyi qədərincə mənəvi heysiyyət qazanır. Bu Nəhcül Bəlağədə hakimiyyət anlayışının gerçək üzüdür. Bu mənada Nəhcül Bəlağədəki hakimiyyət anlayışında hökmranlıqdan heç bir əsər əlamət, imtiyaz qazanmaq üçün heç bir bəhanə yoxdur. Digər tərəfdən Nəhcül Bəlağənin təbirincə xalq rəiyyətdir. Rəiyyət o deməkdir ki, onları qorumaq, müdafiə etmək yükü vəli-i əmrin çiynindədir. Nəhcül Bəlağədə hökumət anlayışını araşdırdıqda görürük ki, bir tərəfdən hakimiyyətdə olan, iş başında olan, xalqı idarə edən, onun idarəçilik işlərini üzərinə alan, üzərinə mühüm vəzifə almış biri kimi təqdim olunur. O ən çox yük, ən ağır məsuliyyət götürən şəxsdir. Amma digər tərəfdən xalqın bütün dəyərləri, idealları, şəxsiyyətlərini təşkil edən bütün ünsürlərlə nəzərə alınmalıdırlar. Bu hökmranlıq yox, zorakılıq yox, artıq imtiyaz toplama yox, hökumət anlayışıdır. Əmirəl-Möminin əleyhissalam Nəhcül Bəlağənin mühüm hissələrində hökumətin nüfuz dairəsinə toxunur. Nəhcül Bəlağədə onlarla cümlə ibarə var ki, İmam Əli əleyhissalamın hakimiyyət anlayışı haqqında fikrini göz önündə sərgiləyir. Misal üçün Malik Əşlərə məktubunun əvvəlində oxuyuruq. Bu Allahın bəndəsi Əmirəl-Möminin Əlinin Malik ibn Haris Əşlərə Misirə oranın vergilərini yığmaq, düşmənləri ilə vuruşmaq, əhalisinin vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olmaq və şəhərini abadlaşdırmaq üçün vali təyin edən zaman onunla razılaşdırma əmrlərindəndir. Bu hökumətin mənasıdır. Əgər Malik Əşlər Misirin valisi, hakimi olaraq təyin olunursa, bu onun özü üçün deyil. Əksinə, bu onun bir sıra işləri həyata keçirməsi üçündür. O, dövlətin maliyyə məsələlərini idarə etmək üçün onlardan vergi almalı, düşmənlərlə mübarizə aparmalı, xalqı düşmənlərdən qorumalı, onları islahata yaxınlaşdırmalı, şəhərləri, hakimiyyəti altında olan bölgələri abad etməlidir. Yəni qısaca, İnsanları formalaşdırmalı, ölkəni abad etməli, əxlaq və mənəvi dəyərləri yüksəltməli, xalqın vəzifələrini, hökumət qarşısında üzərlərinə düşən öhdəlikləri həyata keçirməkdə yardımçı olmalıdır. 11-ci fəsil Nəhcül Bəlağədə vəhdət. İmam Əli əleyhissalam öz xutbələrində keçmiş millətlərin xoş günlərinin, şərəf və izzətlərinin ayrılıqdan, dağınıqlıqdan uzaq olmalarında, vəhdətdən ayrılmaz olmalarında görür və xalqı birliyə, vəhdətə, ülfətə rəğbətləndirir. Əmirəl-Möminin əleyhissalam öz xutbələrində insanların bir-birinə kinini, fərdlərin bir-birinə qarşı bədxahlığını, xalqın bir-birinə arxa çevirməsini, onların süqutunun, tənəzzülünün səbəbi kimi göstərir. Həzrət Əmirəl-Möminin əleyhissalam Nəhcül Bəlağədə vəhdətin, birliyin əsas tənzimləyicisini cəmiyyətin rəhbərliyi hesab edir. Yəni cəmiyyətin imamı, rəhbəri, vəhdətin mərkəzi, tənzimləyici oxudur. Həzrət Əli əleyhissalam öz dövrünün müsəlmanlarına müraciətlə rəhbərin, imamın vəhdət mehvəri olduğunu təkid edir. Məhz bu mərkəz qüvvə səbəbilə Peyğəmbər sələvatullah dönəmində müsəlmanlar izzətə, şərəfə nail olmuşdurlar. Halbuki İmam Əli əleyhissalamın hakimiyyəti dönəmində xalq bu vəhdət oxunu nəzərdən qaçırdığından təfriqəyə məruz qaldı və İslam dünyası o zamandan tənəzzülə sürükləndi. Belə ki, uzun illər qamətini düzəldə bilmədi. Bugün qarşılıqlı anlaşma və birlik yaratmaq səyləri bir vəzifədir. Bu həmişə vəzifə olmuşdur. Nəhcül Bəlağədə elmi və etiqadi bəhs bu həqiqəti bizə göstərir. Biz gözlərimizi yumub özümüzü Nəhcül Bəlağənin aydın şəkildə dediklərini görməməzliyə vura bilmərik. Sistemin möhkəmlənməsi, ictimai hərəkat üçün vəhdət, birlik zəruri, qaçılmaz, təfriqə isə ziyanlıdır. Əmirəl-Möminin əleyhissalam Nəhcül Bəlağədə buyurur: Keçmiş millətlərdə nə zaman xalq arasında yekdillik, birlik olmuşsa, izzət və şərəf, iqtidar, güc də o millətə aid olmuşdur. Nə zaman könüllər, yollar bir-birindən ayrılmışsa, vəhdət kölgəsi cəmaatın üzərindən çəkilmişsə, insanların həyatı səhvanını itirmiş, onların izzəti zillətə çevrilmişdir. İnkişafları, irəliləyişləri tənəzzüllə, geriləməklə əvəz olunmuşdur. 12-ci fəsil Nəhcül Bəlağədə təqva. Nəhcül Bəlağədə yer alan ən mühüm mövzulardan biri təqvadır. Yəni mömin insan öz əməlinə görə məsuliyyət hiss etməli, çəkinəcəyi olmalıdır. O diqqətli olmalı, öz əməllərinə, davranışına nəzarət etməlidir. Qəflət və ehtiras onu imanın tələb etdiyi yoldan yayındırmamalıdır. Yanlış istiqamətə sürükləməməlidir. Yol ilə addımladığını düşündüyü bir halda bir də gözünü açıb yolun azdığını görməməlidir. Əgər cəmiyyətdə təqva olmazsa, tədricən xalqın təqva ipi incələrsə, üzülərsə, İslami həyatın davamı mümkün olmaz. Əgər biz özümüzdə istixvar əhval-ruhiyyəsini diriltsək, işin böyük bir hissəsi görülmüş olacaq. Nəhcül Bəlağədə bağışlanmaq, əfv diləmək haqqında İmam Əli əleyhissalamın dilindən deyilir. Allah Teala yer üzündə insan
insanların əzabdan qorunması, amanda qalması üçün iki yol qoymuşdur. Bu iki vasitədən biri insanların əlindən çıxdı. Elə isə ikincisindən müğayət olun. Onu əldən verməyin. Onu tapın. Ona tapının. Allahın əzabının qarşısını alan və artıq xalqın əlindən çıxan təhlükəsizlik səbəbi Peyğəmbər səllavatullahın müqəddəs vücudu idi. Digəri isə istiğfardır. Təqvanı təhrif olunmuş pərhizkarlıq mənasında yox, sözün əsl mənasında diqqətə alın. Mən gənclərə tövsiyə edirəm ki, mərhum şəhid mütəhhərinin çıxışlarından hazırlanmış təqva əsərini, eləcə də Nəhcül Bəlağəyə bir baxış kitabını oxusunlar. İmam Əli əleyhissalamın sözlərində təqvanın mənasını dərk edin. Təqva sözün əsl mənasında günahdan uzaq qalmaqdır. Lakin təqva libası daha yaxşıdır. O təqva ki, insan üçün geyim və örtükdür. İnsanı maddi və mənəvi zədələrə, xəstəliklərə qarşı vaksinləyir. Zöhd sözün əsl mənasında dünyanın, bu həyatın maddi cilvələrinə qarşı meyilsiz, rəğbətsiz olmaqdır. İmam Əli əleyhissalamın kəlamında təqva, helm, dostluq, qardaşlıq, sevgi və digər bir sıra etik məsələlər mövcuddur. İmam əleyhissalam yalnız insanları öyrətmir, yəni yalnız beyinləri formalaşdırmır, həm də onları ruhi, mənəvi baxımdan saflaşdırmaq, formalaşdırmaq istəyir. Demək, öncə təlim, sonra isə tərbiyədir. 13-cü fəsil. Nəhcül Bəlağədə tarix. Bəşər tarixi yeni nəsil üçün böyük dərsdir. Əmirəl-Möminin əleyhissalam Nəhcül Bəlağədə tarixin dərslərindən tövsiyələr verərək buyurur: Ey Allahın bəndələri, qarşınızda Allahın əzabının, onun sonsuz gücünün, dağıdıcı zərbələrinin nümunələri, dövranın hadisələrinin ibrətli hekayətləri var. Digər bir həqiqət budur ki, İslam tarixi boyu təəssüf ki, bir tərəfdən cəhalət, digər tərəfdən qərəzlilik, düşmənçilik səbəbi ilə meydana gələn yanlışlıqlar, yoldan azmalar ixtiyarımızda olan İslam maarifində çaşqınlıqlar yaratmışdır. İslamın tarixi keçmişi boyunca cəhalət, nadanlıq, dar düşüncəlik, egoistliklər olmuşdur və bu, bir sıra İslam həqiqətlərinin İslam maarifi tanınmalı olduğu kimi tanınmasını əngəlləmişdir. Bundan başqa, İslamın meydana gəldiyi erkən əsrlərdən başlayaraq güc sahibləri, İslam cəmiyyətini öz ziyanlarına görənlər tərəfindən qərəzli mövqelər, xəyanətlər, bilərəkdən İslamdan yayınmalar müşahidə olunmuşdur. Biz tarix boyu söykənilməsi mümkün olan xalis İslam düşüncələrinə, fikir sisteminə ehtiyaclı olmuşuq. Nəhcül Bəlağə bu yaxın yolu bizim qarşımıza qoyur. Nəhcül Bəlağə bizi İslamın erkən çağları ilə yaranmış uzun fasiləmizə rəğmən İslam maarifinə ən yaxın, ən təhlükəsiz qaynağa yetirir. 14-cü fəsil. Nəhcül Bəlağə ilə bağlı görülməli işlər. Nəhcül Bəlağənin tərtib olunduğundan keçən 1000 il ərzində bir çox lazımi işlər görülmüşdür. Güman ki, bu kitabların, dəyərli əsərlərin əlyazması kitabxanalarda mövcuddur. Onları axtarıb tapmaq lazımdır. Bu ehtimal da var ki, onların bəzisi zaman keçdikcə düşmən münasibətə məruz qalmış, aradan getmişdir. Hər halda bu işlər həyata keçirilməlidir. 1. Nəhcül Bəlağənin məzmununun fəsillər üzrə tərtib olunması. Bu, konqresin görə biləcəyi işlərdən biridir. Nəhcül Bəlağə ilə bağlı aparıla biləcək ümdə tədqiqatların indeksini hazırlayıb elm adamlarının ixtiyarına verməkdir. Bəlkə onlarla lazımi iş saymaq olar ki, bugün Nəhcül Bəlağə bu işlərə ehtiyaclıdır və fərdi yaxud da kollektiv qaydada həyata keçirilməlidir. Bunları tərtib edib xalqın ixtiyarına vermək lazımdır ki, alimlər, müəlliflər, fikir adamları, mütəxəssislər, Nəhcül Bəlağə ilə ünsiyyətdə olanlar hansı işlərin birincilik təşkil etdiyini, hansı işlərin daha önəmli olduğunu bilsinlər. Nəhcül Bəlağənin tam şərh və təfsiri yoxdur. Fəsillər üzrə tərtib olunmamışdır. Burada yalnız bir kitabın görkəmli alim Müstəfəvvinin Kaşifi Əlfazi Nəhcül Bəlağə adı altında tərtib etdiyi kitabın adını çəkmək olar. Nəhcül Bəlağə üçün bundan başqa bu həddə, bu səviyyədə iş görülməmişdir. Bugün biz Nəhcül Bəlağəyə qayıtmalıyıq. Alimlər öz işlərini görməlidirlər. Amma gənclər də ustadları, elm, düşüncə qabaqcıllarını, ədibləri gözləməli deyirlər. Nəhcül Bəlağəni müxtəlif cəhətlərdən nəzərdən keçirməliyik. Bu iş üçün kollektiv yaratmalı, iclaslar keçirməliyik. 2. Nəhcül Bəlağənin mövzular üzrə fəsillərə ayrılması. Nəhcül Bəlağə ilə bağlı görülməsi zəruri olan işlərdən biri də onun mövzular üzrə fəsillərə ayrılmasıdır. Əlbəttə ki, bu iş görülüb. Dövrümüzün bəzi tədqiqatçıları, böyük və görkəmli alimləri Nəhcül Bəlağə üzərində bu işi aparmışlar. Çoxsaylı cildlər də çap olunmuşdur. Bu öz yerində dəyərlidir. Lakin tərtib olunan ümumi mövzuların hər birini təkmilləşdirmək məqsədi ilə bəlkə onları xüsusi mövzulara ayırmaq olar. Bu işin yeri Qur'an sahəsində də boşdur, hələ görülməmişdir. Qur'an üçün təfsiləl ayat yazılmalıdır. Bu bizim bu günədək əldə edə bilmədiyimiz, lakin Qur'anda mövcud olan mövzuları əhatə etməlidir. Nəhcül Bəlağə ilə də bağlı mövzular indeksi hazırlanması çox zəruridir. Nəhcül Bəlağə dərin və sonu görünməyən bir okeandır. Bu kitabı layiq olduğu kimi gəzintiyə çıxmaq, dərinliklərinə baş vurmaq hamıya müyəssər olmamışdır.
yazılmışdır. Bir halda ki bu kitabın böyük əksəriyyəti xalqa lazımdır. Araşdıranlar, maraqlananlar üçün imkan yaradılmalıdır ki, istədikləri məsələni orada asanlıqla tapa bilsinlər. Nəfsi saflaşdırmaq, insan tərbiyə etmək, formalaşdırmaq Nəhcül Bəlağənin ən ümumi mövzusu və ən prinsipial fəslidir. Əlbəttə ki, Nəhcül Bəlağənin mövzular üzrə tərtibi tam olmasa da, bu günədək diqqətdə saxlanmışdır. O cümlədən Şəhid Mütəhhərri də Nəhcül Bəlağəyə bir baxış kitabında belə bir işi görmüşdür. Əlbəttə o Nəhcül Bəlağəni fəsillərə bölməmişdir. Yalnız Nəhcül Bəlağədən bəzi mövzuları seçmiş, özünün də dediyi kimi Nəhcül Bəlağəyə bir baxış keçirmişdir. Seçdiyi mövzulardan söhbət açıb, hər birini izah etmiş, özünün Nəhcül Bəlağə və digər İslam qaynaqlarından başa düşdüklərini bu kitaba istinadən qeyd etmişdir. Buna görə də bir növ fəsillərə ayırmışdır. Amma təbii ki, bu tam iş deyil. Başqaları da bu işi görmüşlər. Nəhcül Bəlağəni fəsillərə ayırmış, 3 hissə, əqaid, əxlaq və praktiki ictimai həyat haqqında şərhlər vermişlər. Nəhcül Bəlağənin məhfum və prinsiplərini başa düşməyin yolu budur ki, birincisi, öncə hər bir sözün mənasını tam anlayıb sözlərin mənasında səhv etməyək. İkincisi, cümlələrin mənasını başa düşməliyik. Üçüncüsü, İmam Əli əleyhissalamın yaşadığı mühiti, bu sözlərin deyildiyi fəzanı tanımalıyıq. 3. Sənəd etibarı baxımından fəsillərə bölünməsi. Nəhcül Bəlağə ilə bağlı görülməsi yaxşı olan digər işlərdən biri də onun sənəd etibarı baxımından fəsillərə bölünməsidir. Şübhəsiz Nəhcül Bəlağənin bəzi hissələri rəvayət olaraq çox yüksək etibara malikdir. Bəzi hissələri də vardır ki, bu həddə deyil. Nəhcül Bəlağənin sənədləri ilə bağlı bu günədək bir sıra işlər görülmüşdür. Bu haqda 2 və ya 3 kitabda çap edilmişdir. Bəlkə keçmişdə də bu işlər görülmüşdür. Amma çoxları ondan xəbərsizdir. Sənəd etibarı baxımından təsnifat zəruridir. Belə ki, insan bu və ya digər xütbəni, məktubu, yaxud kəlamı oxuduqda onun bir hədis kimi sənəd baxımından nə qədər etibarlı olduğunu, ona nə qədər etimad etmək olduğunu bilsin. Bütün dəlilləri, vasitələri bu işə yönəltmək olar. Bu əgər ümumi xalq üçün zəruri olmasa da, tədqiqatçılar, alimlər və bu məsələyə əhəmiyyət verənlər üçün zəruri və önəmlidir. Əgər biz Nəhcül Bəlağə haqqında tədqiqat aparsaq, əgər İmam Əli əleyhissalamın Nəhcül Bəlağədə olmayan xütbələri toplansa, bunların üzərində sənəd və onlara etibar qazandıran digər xüsusiyyətlər baxımından ixtisaslaşmış iş aparılsa, Nəhcül Bəlağəni o Həzrət əleyhissalamdan nəql olunan 500 xütbəyə çatdıra bilsək, 15-ci hicri ilində İslam maarifinə böyük xidmət etmiş olacağıq. Beləcə, İslamın erkən çağlarından bu qədər zaman keçməsinə baxmayaraq, bütün İslama inananlar üçün məqbul ola biləcək zəngin və sarsılmaz qaynağı müsəlmanların ixtiyarına verə bilərik. 4. Nəhcül Bəlağənin fars dilinə yaxşı tərcüməsi. Əlbəttə, mənim bu sahədə görülən işlərdən az-çox xəbərim var. Nəhcül Bəlağəni fars dilinə çevirmək istiqamətində çəkilən olmazın zəhmətlərə Allah etməmiş, kiçik gözlə baxmaq istəmirəm. Mən 3 il öncə də təşkil olunan digər konqresdə iştirak etmək şərəfinə nail olduqda, Nəhcül Bəlağəni ilk dəfə fars dilinə çevirən, xalqın ixtiyarına verən, Nəhcül Bəlağənin səsini ilk dəfə cəmaatın qulağına yetirən görkəmli alim Feyzul İslama təşəkkürümü bildirdim və indi də təşəkkür edirəm. Həmçinin Nəhcül Bəlağəni azad və ya seçilmiş hissələrini, yaxud da məzmunca tərcümə edən digər müəlliflərə də öz növbəmdə təşəkkür edirəm. Lakin qeyd etmək istəyirəm ki, cəmiyyətimizdə Nəhcül Bəlağənin tam və əhatəli tərcüməsinin, eləcə də Qur'anın tam, aydın tərcüməsinin yeri boşdur. Mən artıq neçənci dəfədir ki, Qur'anı yaxşı tərcümə edə biləcək mütəxəssislərdən xahiş edirəm ki, bu işi görsünlər. İslam Respublikası 5 ildən sonra zənnimcə gecikmişdir. Bu iş daha tez həyata keçirilməli idi. Hər keçən gün daha gec olur. Zənnimcə bir neçə nəfərin bu iki müqəddəs əsərin tərcüməsinə başlamasının bacardıqları qədər irəliləmələrinin eybi yoxdur. Çünki hər halda heç bir tərcümə kamil olmayacaq. Yəni filan güclü ərəb dilli mütəxəssisin, filan mahir tərcüməçinin Nəhcül Bəlağəni tərcümə etməyə başladığını eşitdikdə əllərini işdən çəkməsinlər. İşlərini davam etdirsinlər. Kim özündə maraq, şövq hiss edirsə işə başlasın. Əgər Qur'an və Nəhcül Bəlağənin 10 yaxşı tərcüməsi olsa, yenə çox deyil. Bir ayə və ya cümlə ilə bağlı müxtəlif baxışların, fərqli zövqlərin oxucunu o cümlənin gerçək tərəflərinə daha yaxın edə bilməsinin heç bir eybi yoxdur. Buna görə də mən bu işi bu gün birinci dərəcəli iş hesab edirəm. 5. Nəhcül Bəlağənin sözlərinin tərcüməsi. Nəhcül Bəlağə sahəsində görülməsi zəruri olan başlıca işlərdən biri onun lüğətlərinin fars dillilər üçün, hətta ərəb dillilər üçün də tərcümə olunmasıdır. Bəzi Nəhcül Bəlağələrin haşiyələrində mərhum Muhammed Əbduh və bu kimi digər duhalar bu işi görsələr də kifayət deyil. Bu kitabda yer alan çoxsaylı söz və ifadələr, ədəbi yük, incəsənət fiqurları, fəsahət və bəlağət baxımından geniş yer tutur və səthi tərcümədən daha çox ayrıca iş tələb edir. Qısası, Nəhcül Bəlağə üçün tam, dərin lüğət hazırlanmalı, tərtib edilməlidir. 6.
xütbənin ayrılmış hissələrini yerinə qaytarmaq. Uzun zaman zəruri olduğunu düşündüyüm işlərdən biri də bir xütbənin ayrılmış hissələrini birləşdirmək olmuşdur. Onları bəzi yerdə Seyyid Rəzi bir-birindən ayırmışdır. Yəqin ki, diqqət yetirmisiniz. Bəzi yerlərdə bir xütbə başlandıqdan sonra deyilir və minha, yəni bu da həmin xütbənin bir hissəsidir. Şübhəsiz, onların arasında nə isə ixtisara salınmışdır. Əks təqdirdə və minha ibarəsinə ehtiyac yox idi. Bəzi yerlərdə bəlli olur ki, bu xütbənin sonu deyil və mövzu natamamdır. Güman ki, bəzi hissələri Nəhcül Bəlağənin özündə də tapmaq olar. Bir çoxlarını da digər hədis kitablarında axtarıb tapmaq olar. Hər halda, bəzən insan bir xütbənin olduqca mühüm, amma aralarına fasilə düşmüş iki hissəsini görür. Himmət sahibləri bu yer dəyişikliklərini axtarıb tapmalı və xütbənin parçalanmış, ayrı salınmış hissələrini mümkün qədər birləşdirməlidir. Təəssüflər olsun ki, Nəhcül Bəlağənin bir çox xütbələri natamamdır. Yəni, ya xütbənin əvvəlindən, ya sonundan bir hissə ixtisara salınmışdır. Hətta bəzən Seyyid Rəzi Nəhcül Bəlağədə bir xütbənin ortasını ixtisara salmışdır. Xütbəni nəql edir, sonra bir yerə çatır və kəsir. Sonra aşağısında yazır və minha, yəni həmin xütbədəndir. Sonra isə digər bir hissəni nəql edir. Eynilə bu gün bir çox jurnalistlərin, qəzetçilərin etdiyi kimi. Misal üçün, qəzetçilər yazırlar. O sözlərini digər bir hissəsində dedi. Bu keçidə və minha deyilir. İmam Əli əleyhissalamın sözlərinin iki hissəsi arasında olmuş ifadələr nə idi? Biz bunu bilmirik və bu bizim işimizdə problem törədir. Nə üçün Seyyid Rəzi bu işi görmüşdür? Çünki Nəhcül Bəlağə adından da göründüyü kimi bəlağət və fəsahətin yolu üslubudur və sırf incəsənət nöqteyi nəzərindən toplanmışdır. Nəhcül Bəlağə sahəsində görülmüş zəruri olan praktiki işləri siyahıya alın. Qoy bilinsin ki, hansı işlərin görülməsi yaxşıdır. Şübhəsiz, bu iş yeni eşqlər, yeni imanlar, yeni istedadlar, yeni təşəbbüslər, yeni ixtisaslar meydana gətirəcəkdir. Son söz. Sonda ilk olaraq Nəhcül Bəlağənin gündəmə gətirilməsi yönündə xidmət göstərən, Nəhcül Bəlağə tədqiqatlarına ciddi elmi cəhdlər bəxş edən, onun müzakirəyə qoyulmasına, davamlılığına əhəmiyyət verən, bu müqəddəs kitabı, həyat dərsini unutqanlıq tozu altından çıxaran əziz qardaşlara təşəkkürümü bildirirəm. İkincisi, Nəhcül Bəlağə sahəsində çalışan tədqiqatçılara, şərh və təfsir yazanlara, tərcümə edənlərə, lüğət tərtib edənlərə, digər dəyərli fəaliyyətlər göstərənlərə təşəkkür edirəm. Eyni halda bir daha xahiş edirəm ki, Nəhcül Bəlağə məsələsi ilə bundan da ciddi məşğul olun. Bir daha bütün məsul şəxslərə, Nəhcül Bəlağəyə verdikləri əhəmiyyətə, bu konqresi təşkil etdiklərinə görə təşəkkür edirəm. Ümidvaram ki, bu yüksək ciddi cəhdləri İslam ümmətinə böyük xidmətin mənşəyi ola bilsin. Nəhcül Bəlağə daha da çox istifadə olunsun və bu iş bəlkə də bir çoxlarının hələ Nəhcül Bəlağə ilə tanış olmadığı bütün müsəlmanlar üçün örnək olsun.